uşaqlar. Bu gün sizlərlə 5 iyun tarixində Təhsil Nazirliyi tərəfindən 4-cü siniflər üçün keçirilmiş monitorinq imtahanının D variantının suallarının izahını paylaşacağam. Başlayaq ilk 3 sualdan. İlk 3 sual şəkillər verilir və onlara aid olan sözü seçəcəyik. 1. Şəklə uyğun sözü seçin. Şəkildə nə təsvir olunub? Düymə. Deməli, şəklə uyğun sözdə düymə olacaq. C variantı doğru variantdır. İkinci, şəklə uyğun sözü seçin. Şəkildə çətir təsvir olunub. Çətirdə hansı variantdadır? B variantında. 3. Şəklə uyğun sözü seçin. Şəkildə top təsvir olunub. Top da A variantında olacaq. Növbəti 4-dən 16-ya qədər olan suallar mətnlə bağlı suallardır və həmin sualları mən sizə mətnlərin daxilindən taparaq göstərəcəyim. Baxaq 4-cü suala. Baba Nuraya gəlinci aldı. Çünki niyə gəlinci aldı? Gəlin ən başa baxaq. Nurayın ad günü yaxınlaşırdı. Kamil baba ona dedi: "Nuray, istəyirəm sənin üçün alacağım hədiyyəni bir yerdə seçək." Nə deyirsən? Nuray babasının sözlərinə çox sevindi. Yəni, baxın burada da deyir, Nuray həmişəki kimi gəlincilər olan şöbəyə qaçdı. Yəni niyə alır? Çünki Nurayın ad günü idi. B variantı doğru variantdır. 5-ci sualımıza baxaq. Baba ilə nəvə gəlinciyi nə üçün Alisa adlandırdılar? Həmin cümlə olan hissəni tapaq. Aha, Nuray və babası birlikdə ona ad qoydular. Alisa. Bu, babanın söylədiyi nağıl qəhrəmanlarından birinin adı idi. Nuray bu nağılı çox sevirdi. Yəni niyə Alisa qoyublar? Çünki Nurayın sevdiyi nağıl qəhrəmanının adı idi. Bu da D variantında doğru cavabdır. 6. Nuray gəlinciyi harada itirdi? Nuray gəlinciyi harada itirir? Gəlin tapaq. Aha, burada. Bir dəfə Kamil baba Nurayı parka gəzməyə aparmışdı. O, həmişəki kimi Alisanı da özü ilə götürmüşdü. Oyun meydancasına çatanda Nuray orada oynayan uşaqlara qoşuldu. Deməli, harada itirir? Gəlinciyini oyun meydancasında. C variantı doğrudur. Keçək növbəti 7-ci sualımıza. Sizcə baba mağazada satıcı qıza nə pıçıldadı? Gəlin həmin hissəni tapaq görək. O hissə haradadır? Aha. Gəlirik bura uşaqlar. Bu hissədə. Baba yavaşca qıza nə isə pıçıldadı. Satıcı qız başını bulayıb dedi: "Yox, təəssüf, hamısı satılıb." Gəlin görək bu variantlardan hansını desə, onun cavabında satıcı qız "Yox, təəssüf, hamısı satılıb" deyə bilər. Nuray bütün gecəni onun üçün ağlayıb, xeyr. Mən nəvəmi necə sakitləşdirə bilərəm, xeyr. Sizdə həmin gəlincikdən qalıb. Bəli, baxın bu ola bilər. O da deyə bilər ki, "Yox, təəssüf, hamısı satılıb." Deyim, məsləhət gördüyünüz başqa gəlinciyi alaq. Xeyr, bu da yanlışdır. Doğru cavab C olacaq. Alisanın səyahət marşrutu hansı bənddə düzgün göstərilib? Gəlin baxaq mətndən Alisanın səyahət marşrutuna. Görək ilk əvvəl Alisa haraya gedir? Alisa ilk dəfə görürsüz fərqli yazılıb Alisanın məktubları olan hissə. Aha, ilk dəfə Gəncəyə gedib. Deməli, Gəncə. Yazıram Gəncə. Sonra Gəncədən sonra gəlib Alisa Şəkiyə. Şəki. Daha sonra Alisa Şuşaya gedib. Şuşa. Daha sonra isə Alisa Şuşadan da Naxçıvana. Baxın, burada deyir ki, mən Naxçıvanı görmədən qayıtmaq istəmirəm. Naxçıvana gedib. Deməli, Gəncə, Şəki, Şuşa, Naxçıvan. Hansı variantdadır? A variantında. Doğru cavab A olacaq. Bir dəqiqə. 7-də isə olmuşdu. C. 9-da. Alisa hansı şəhərdən göndərdiyi məktubda oranın yerli əhalisi haqqında da yazır. Bu Şəkidə olacaq. Baxın deyir ki, buranın cəmaatı çox mehriban və zarafatçıldır. Yəni yerli əhalisi haqqında yazdı. Haranın Şəkini? C. 10. Hansı abidə Naxçıvanda yerləşir? Gəlin bir abidələrin harada yerləşdiyini tapaq. Karvansaray. Karvansaray harada yerləşir? Şəkidə. Yazaq qarşısından Ş. Möminə xatun türbəsi. Möminə xatun türbəsi harada yerləşir? Baxırıq. Bu olur. Bəli, Naxçıvanda. Deyir ki, amma mən qədim Naxçıvanı görmədən qayıtmaq istəmirəm. Orada mütləq Möminə xatun türbəsini ziyarət edəcəyəm. Buraya yazırıq N. Nizami Gəncəvinin məqbərəsi Gəncədə yerləşir. Burada göstərmişik. Natavanın evi də bu da yerləşir. Harda? Məncə bu Gəncədədir. Çünki Xan bağında gəzir Gəncədə. Baxın, bəlkə digərlərində də var. Yox, üzr istəyirəm. Natavanın evi Şuşadadır. Xurşudbanın Natavanın evinə baxacağım. Bu isə Şuşada. Deməli, bizə lazımdır Naxçıvanda olan, o da B variantı doğrudur. 11. Nurayın Alisaya münasibətini ifadə edən sözü seçin. Sədaqət. Bəli, Nuray Alisaya qarşı sədaqətli idi. Çünki babası ona başqa gəlinciyi almaq istədi, amma Nuray sadəcə Alisanı istəyirdi. Həsəd aparmaq, yəni paxıllıq yox idi, acıq, hirs yox idi. Biganəlik, yəni laqeydlik onu saymırdı, olmasa da ola bilərdi. Bu düşüncəsi də yox idi. Doğru cavab A variantıdır. 12-ci sualımızla davam edək. 12-də Nuray məktubları əslində kim yazırdı? Uşaqlar, Nuray məktubları ilk kim gətirmişdi? Kamil baba. Nuray məktubları əslində Kamil baba yazırdı. B variantı. 13. Kamil baba haqqında deyilən fikirlərdən hansı yanlışdır? Nəvəsi kədərlənməsin deyə əlindən gələni edir. Bu doğrudur. Qarşısına yazırıqdır. Nurayın şıltaqlığı onu əsəbləşdirir. Xeyr, bu yanlışdır. Nəvəsinə yeni gəlinciyi almaq istəyir. Bəli, bu da doğrudur. Müdrik olmaqla yanaşı həm də həssasdır. Bəli, bu da doğrudur. Deməli, yanlış olan B variantı olacaq. 14. Mətnə əsasən düzgün fikri seçin. Nizaminin məqbərəsi Gəncənin mərkəzində yerləşir. Gəlin həmin cümləni tapaq. Nizami Gəncəvini şəhərə çatmamış yolun sağında dahi şair Nizami Gəncəvinin məqbərəsini gördü. Bir dəqiqə mən bunu yaxınlaşdırım, daha aydın göstərə bilim sizə. Sualda qaldırın. Belə. Baxın burada. Şəhərə çatmamış yolun sağında dahi şair Nizami Gəncəvinin məqbərəsini gördüm. Amma burada deyir ki, şəhərin Gəncənin mərkəzində. Deməli bu yanlışdır. Şəhərə çatmamışdır bu. Kamil baba itmiş gəlinciyi tapıb Nuraya gətirdi. Bu da yanlışdır. Əslində başqasını alırdı. Cıdır düzü Şuşanın yuxarı hissəsində yerləşir. Gəlin bunu tapaq. Şuşa ilə bağlı olan hissədə.
Deyir ki, indi mən Şuşa qala divarlarının qarşısındayım. Buradan gedib Xurşudbanu Natəvanın evinə baxacağam. Sonra isə əlbəttə Cıdır düzünə qalxacağam. Deməli Cıdır düzü yuxarıdadır ki, ora qalxır da, enəcəyəm demir ki, qalxacağam deyir. Deməli Şuşanın yuxarı hissəsindədir. Bu olur, doğru. Alisanın marşrutunu izləmək üçün baba qlobus aldı. Xeyr, xəritə alır, qlobus yox. Bu da yanlış. Doğru cavab C variantıdır. 15-də hansı fikir hekayənin əsas ideyası ola bilməz? Babanın aldığını hədiyyəni itirmək olmaz. Xeyr. Ümumiyyətlə uşaqlar əsas fikir, ideya deyəndə müdrik ifadə olmalıdır. Başa düşdünüz? Yəni o mətndən, o nağıldan, hekayədən çıxardacağımız müdrik bir fikir olmalıdır. B. Böyüklər uşaqların istəklərini yerinə yetirməlidirlər. Xeyr, bu da deyil. Balaca uşaqlar belə nağıllara inanırlar. Bu da yanlışdır. D. Qayğı ilə yanaşma kədəri sevincə çevirə bilər. Bəli, bu doğrudur. Kamil babanın Nuraya qayğı ilə yanaşması onun kədərini sevincə çevirdi. 16-da nə üçün baba məktubu oxuyanda Nuraydan icazə aldı? Niyə icazə alır? Ümumiyyətlə, istər məktub olsun, istər başqa əşya. Əgər bir şey başqasına aiddirsə, biz onu istifadə edəndə icazə almalıyıq. İndi həmin məktubda Nuraya gəldiyi üçün onu oxuyanda Nuraydan icazə almalıdır. Çünki başqasına gələn məktubu oxuyanda icazə almaq lazımdır. Belə. Yəni bu cür cavablar, bu cavaba oxşar cavablar doğru qəbul olunacaq. İndi siz eynən bu cür də yazmaya bilərsiniz, biraz fərqli də yaza bilərsiniz, amma əsas məqsəd budursa ki, başqasının əşyasını toxunanda, başqasının məktubunu oxuyanda icazə almaq lazımdır, onda bu doğru qəbul ediləcək. Keçək növbəti mətnimizə. Deməli mətnimiz informativ mətndir. Görək 17-ci sualımızda nə deyir? Tardiqratların, yəni sualçının uzunömürlük sirri kimi qeyd olunan xüsusiyyətlər hansılardır? Gəlin baxalım tardiqratlar haqqında olan hissəyə və buradan uzunömürlük sözünü tapaq. Görək nədir bu uzunömürlük? Baxaq. Bədəni çox möhkəm və dözümlüdür. Su ayları ən kəskin donmalara, qaynar sulara və hətta kosmosun havasız mühitinə belə davam gətirirlər. Bunlar tardiqratların uzunömürlük sirridir. Yəni nədir uzunömürlük sirri? Kəskin donmalar, qaynar sulara dözmə, kosmosun havasız mühitinə belə dözmələrdir. Gəlin baxaq görək hansı cavablarda o fikirlər əks olunur. İnsanlar onları sevimli hesab etməsi və qoruması yanlış. Uzun müddət yemək və su olmadan yaşaması. Bəli. İtirilmiş bədən üzvlərinin bir neçə həftəyə bərpa etməsi yanlış. Havasız mühitdə belə sağ qala bilməsi bəli doğru. Deməli 2, 4 doğrudur. Bu da A variantında əks olunur. 18-ci sual. Mətnə əsasən tardiqratlar haqqında hansı fikir doğrudur? Pəncələri iti və təhlükəlidir. Müxtəlif temperatur şəraitində sağ qala bilirlər, təhlükə hiss etdikləri zaman gizlənirlər, başqa heyvanların səslərini təqlid edə bilirlər. Baxırıq cavablarımıza. Pəncələri iti və təhlükəlidir, bu aid deyil. Müxtəlif temperatur şəraitində sağ qala bilirlər. Bəli, bu doğrudur. Bu tardiqratlara aiddir. Təhlükə hiss etdikləri zaman gizlənirlər, bu lira quşuna aiddir. Başqa heyvanların səslərini təqlid edə bilirlər, bu da lira quşuna aiddir. Doğru cavab B variantıdır. 19-da tardiqratları mətndəki digər heyvanlardan fərqləndirən cəhət nədir? Deməli digər hər bir quş heyvanı, daha doğrusu biz gözlə görə bilirik. Amma sadəcə bu tardiqratları görmək üçün mikroskop lazımdır. Yoxsa biz onu görə bilmərik. Ona görə də sadəcə buna aid olan digərlərindən fərqləndirən variant D variantı olacaq. Digərlərinə bədənin parlaq rəngli olması xeyr bu deyil. Hərəkətləri təkrarlaya bilməsi bu lira quşudur. Çox uzun quyruğunun olması bu da ona aiddir. Yalnız mikroskopla görünməsi bu tardiqratlara aid olacaq. Növbəti sualımıza baxaq. 19-cu sual. Daha doğrusu 19-u izah etdik. 20-ci sualla davam edirik. Alimlər tardiqratların hansı xüsusiyyətinin sirrini hələ də tam aça bilməmişdilər. Gəlin baxaq görək mətndə hardadır o. Alimlər hələ də onun bu sirrini tam aça bilməyiblər. Nəyin sirrini? Onlar yemək və su olmasa tam 30 il yuxu rejiminə keçib, sonra yaxşı şərait olanda yenidən canlanıb həyatlarına davam edə bilirlər. Alimlər hələ də onun bu sirrini tam aça bilməyib. İndi həmin bu fikrin əks olunduğu variant hanı? Uzun müddətli yuxu rejimindən sonra canlanmalar. C variantı doğrudur. 21 lira quşu. Lira quşu ilə bağlı hansı fikir doğrudur? Gəlin mətni mən tam açım ki. Geniş və açıq olan ərazilərdə yaşamağa daha çox üstünlük verirlər. Xeyr, lira quşları meşələrdə yaşamağa üstünlük verirlər. Meşənin dərinliklərində. Düşməndən gizlənmək üçün ağac budaqlarında gəzirlər. Xeyr, düşməndən gizlənmək üçün meşənin dərinliklərində, çoluqların arasına gizlənirlər. Əsasən gündüzlər yatır, gecələr yem axtarırlar. Yanlışdır. Gecələr yatır, gündüzlər yem axtarırlar. Baxın, gündüzlər aktiv olurlar və yem axtarırlar. Deməli, burada yanlışdır. D. Səs təqlidindən ov etmək və müdafiə olunmaq üçün istifadə edirlər. Bəli. O mətndə öz əksini tapıb. Onlar qeyri-adi bacarığından həm düşməni qorxudub uzaqlaşdırmaq, həm də ovunu aldatmaq və ələ keçirmək üçün istifadə edirlər. D variantı doğrudur. 22. Mətnə əsasən lira quşu təhlükə hiss etdikdə nə edir? Təhlükə hiss etdikdə isə sürətlə qaçaraq çoluqların arasında gizlənir. Sıx çoluqların arasında gizlənir. A variantı doğrudur. Kvokaların ölçüsü təxminən hansı heyvanın ölçüsünə bənzəyir? Gəlin kvokaları tapın. Kvokaların ölçüsü deyir ki, mətndə. Kvokalar kiçik ölçülü heyvanlardır. Ölçüləri təxminən bir ev pişiyi qədər olur. Ev pişiyi burada hansıdır? C variantı. 24. Kvokalar niyə həmişə xoşbəxt görünür? Gəlin tapaq. Dünyanın ən xoşbəxt heyvanı titulunu kvokalar qazanıb. Onlar bütün dünyada tanınan əsas xüsusiyyət üzlərindəki sabit təbəssüm ifadəsidir. Əslində kvokalar gülümsəmir, amma ağız quruluşları onları daim şən göstərir. Yəni bu nədir? Onun ağız quruluşu üz cizgilərini gülümsəyirmiş kimi göstərdiyi üçün. Doğru cavab C variantıdır. 25-ci sualımızla davam edirik. Mətnə görə kvokaların xüsusiyyəti haqqında hansı fikir doğrudur? Utancaqdır? Xeyr. Qaşqabaqlıdır? Xeyr. Qorxaqdır? Xeyr. Dözümlüdür? Bəli. İndi tapaq görək hardadır bu dözümlü sözü. Baxın, kvokalar aylarla susuzluğa dözə bilirlər. Deməli, kvokalar dözümlüdürlər. Onlara aid xüsusiyyət dözümlülükdür. 26. Niyə aksolotl özünü yenidən yaradan canlı adlanır? Gəlin, aksolotl mətnini mən burada göstərim. Özünü yaradan canlı olmasının adlanmasının səbəbi nədir? İtirdiyi üzvünü bərpa etdiyi üçün. Bəli, itirdiyi üzvünü bərpa etdiyi üçün buna özünü yenidən yaradan canlı deyirik. Doğru cavab A variantı.
27. Müəllif niyə aksolotun qolunu Lego parçası ilə müqayisə edir? Uşaqlar, biz Legonu nə edirik? Asanlıqla parçalayıb yığa bilirik, eləmi? Burada da aksolotun hissələrini birləşdirə bildiyi üçün, öz hissələrini yenidən bərpa edə bildiyi üçün müəllif onu bizə daha aydın başa salmaq üçün onu Legoya oxşadıb. İndi gəlin həmin variantı tapaq. Onun uşaqlar tərəfindən sevilən oyuncağa bənzədiyini oxucuya çatdırmaq üçün xeyr. Aksolotun bədəninin oyuncaqlar kimi rəngarəng olduğunu bildirmək üçün xeyr. Bərpa olunma prosesini oxucunun təsəvvüründə aydın canlandırmaq üçün bəli. Doğru cavab C-dir. D-də aksolotun yalnız Meksika göllərində tapılan nadir canlı olduğunu vurğulamaq üçün xeyr. Bunun Lego ilə ümumiyyətlə əlaqəsi yoxdur. 28-ci sualımızla davam edək. Mətnin yazılmasında müəllifin əsas məqsədi nədir? Bildiyiniz kimi mətn informativ mətndir. Bizə dünyanın ən qəribə heyvanları haqqında məlumat verir və görək niyə yazıb müəllif bunu. Dünyanın ən sürətli və nəhəng heyvanlarını oxucuya daha yaxından tanıtmaq. Xeyr. Ən sürətli ola bilər içlərində, amma ən sürətlisi yoxdur burada və nəhəng də yoxdur. Hətta mikroskopik ölçüdə heyvan var. B. Təbiətdəki hər bir canlının özünə məxsus bir gücə malik olduğunu göstərmək. Bəli, bu doğrudur. Tardigradların uzun ömürlük sirri, aksolotluların özünü bərpa eləməsi, kvokkaların gülümsəyən təbəssümə malik olması, eyni zamanda susuzluğa dözümü, mira quşlarının müxtəlif səslər təqlid edə bilməsi və sair hamısının özünə məxsus gücü olduğunu göstərir. Və müəllif də bunu bizə çatdırmaq istəyir. 29-cu sualımızla davam edək. Mətndə son abzas başlıqsız verilib. Aşağıdakılardan hansı həmin hissə üçün başlıq ola bilməz? Deməli uşaqlar, bu abzası bizə nəydən bəhs olunur? Həmin yuxarıdakı verilən heyvanların xüsusiyyətlərinin ümumiləşdirilmişindən. Yəni güc deyil, yalnız nəhəng pəncələr və sürətli qaçış deyil, hər canlıya verilmiş, təkrar olunmaz, özünə məxsus bacarıqdır və s. İndi görək, bura aid olmayan yarımbaşlıq hansı ola bilər? Bir məsələni də qeyd edeyim. Əgər biz hekayəyə ad, hər hansı bir abzasa yarımbaşlıq seçiriksə, o yarımbaşlıq ad həmin o hissəni abzası əks etdirməlidir. Yəni o abzasda o addan danışılmalıdır. Baxırıq. Güc fərqli formalarda olur. Bəli, burada heyvanların fərqli formalarındakı gücdən danışılır. Deyilən başladı. Hər canlının öz bacarığı var. Bəli, heyvanların müxtəlif bacarıqlarından danışıldı. Təbiətdə zəif canlı yoxdur. Bu da doğrudur. Hər canlının özünə məxsus gücü var. Texnologiya təbiətdən üstündür. Bu yanlışdır. Artıq bu abzasda heç bir texnologiya sözü yoxdur və texnologiyadan danışılmır. Ona görə də A variantını bu abzasa aid etmək olmaz. 30-cu sual nəhayət. Lira quşu haqqındakı hissədə onun təbiətin ən bacarıqlı səs yazan cihazı olduğu deyilir. Müəllif canlı quşu cihaz adlandırmasını əsaslandıran hissəni mətndən seçib yazır. Gəlin görək niyə canlı quşu cihaz adlandırır. Avstraliyada yaşayan lira quşu təbiətin ən bacarıqlı səs yazan cihazıdır. Bu quş təkcə digər quşların nəğmələrini deyil, ətrafda eşitdiyi hər şeyi təqlid edə bilir. Avstraliya meşələrinin dərinliklərində fotoaparatın çıxıltısının, fit səsinin və ya ağac kəsən mişarın uğultusunu eyni ilə təqlid edildiyini eşitsəniz, təəccüblənməyin. Bu lira quşudur. Bax, bu hissənin hamısını biz buraya yaza bilərik. Əgər sığmırsa, bir hissəsini yaza bilərik və başlayırıq yazmağa. Bu quş digər quşların nəğməsini ətrafda eşitdiyi hər şeyi fotoaparatın çıxıltısı. Mən deyim, amma yazmayayım çünki vaxtdan gedir. Sonra ağac kəsən mişarın uğultusu, fit səsini və s. təqlid edir. Və salam. Əgər siz də bu cür yazmısınızsa variantlarınızı, deməli doğru cavab olacaq. Keçirik növbəti riyaziyyat suallarının izahı ilə davam edirik. Riyaziyyat suallarımıza baxaq. Əsmər ağa Böyük Bankada saxladığı 2 litr 400 ml bəkməzi 250 millik kiçik bankalara doldurub satmaq istəyir. Böyük bankada olan bəkməzin neçə kiçik bankanı tam doldurmaq olar? Birinci 2 litr 400 ml çeviririk hamısını milə 2400 və 2400-ü bölürük 250-yə. Sıfırları ixtisar aparırıq. 240-ı 25-ə bölürük. Düşür 8 dəfə, yox 9 dəfə təxmini 9 dəfə 5 5 4 yadda 18 22 5 3 yox daha doğrusu 1 15. Aha. Deyir ki, indi neçə kiçik bankanı tam doldurmaq olar? 9. 9-unu tam doldurur və 150 ml də qalmış olur. İndi neyinirik? Doğru cavab C variantı. 32. Fiqur hər birinin sahəsi 81 cm kvadrat olan 4 kvadratdan ibarətdir. Fiqurun perimetrini tapın. Deməli uşaqlar, baxın bu bir dənə kvadratın sahəsi 81-dir. Deməli bunun tərəfinin uzunluğu nədir? 9. Sahə nə idi? A vur A. Bərabərdir sahəyə. İndi sahəni verib 81. Bu A nədir? Hansı ədədir? Özünə vuranda 81 alınır. 9-dur. 9 vur 9 81. Deməli bura 9-dur. Burada 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 9 9 9 və hesablayaq görək necə 9 oldu. 1 2 3 4 5 6 7 8 9 10. Deməli bu fiqurun perimetri P bərabərdir 9 vur 10 bərabərdir 90 sm. Doğru cavab B variantı olacaq. Keçək növbəti 33-cü sualımızla davam edək. Avtomobil 4 saat ərzində hərəkəti aşağıdakı xətti diaqramda təsvir olunub avtomobilin. Xətti diaqramda verilən məlumatlara əsasən avtomobilin 4 saat ərzində getdiyi yol ilk 1 saat ərzində getdiyi yoldan neçə kilometr çoxdur? Baxın 4 saat ərzində gedib 200 və 1 saat ərzində getdiyi yol 100-dür. İndi burada bir məsələ var. Məsələ nədir? Məsələnin quruluşunda olan səhvlikdir. Yəni əgər burada deyirsə avtomobilin 4 saat ərzində getdiyi yol, mən 1-ci, 2-ci, 3-cü və 4-cü saatlar ərzində getdiyi bütün yolları toplamalıyam. Sonra 1 saat ərzində olan yoldan çıxmalıyam. Misal üçün 1-ci saatda gedib 100 km, 2-ci saatda gedib 150, 3-də də 150 gedib, 4-cü saatda gedib artıq 200.
Və bunların hamısını toplayanda eləyir 600. 600-dən də 100-ü çıxıram. Çünki 1 saat ərzində deyir axı. Qalır 500. Bu da variantlarda yoxdur. Ona görə də biz nə edəcəyik? Belə olmalı idi məsələn. 4-cü saatda getdiyi yol 1-ci saatda getdiyi yoldan nə qədər çoxdur? İndi bu üsulla həll edirik. 4-cü saatda gedir 200 km. 1-ci saatda isə gedir 100 km. Və bunları çıxıram, qalır 100 km. Ola bilər ki, bəzi uşaqlar bu qayda ilə gedib və belə bir şey alıblar, səhv ediblər. Ola bilər. Amma məsələnin öz quruluşunda kiçik də olsa səhvliklər var. Doğru cavab isə bu üsulla getsək, B variantı olacaq. 34-cü sualımızla davam edirik. Şəbnəm Aynurdan 3 yaş böyükdür. Murad isə Aynurdan 2 yaş kiçikdir. Şəbnəmin 18 yaşı varsa, Muradın neçə yaşı var? Başlayaq. Şəbnəm, Aynur, Murad. Deyir ki, Şəbnəm Aynurdan 3 yaş böyükdür. Şəbnəm Aynurdan böyükdürsə, Aynur deməli Şəbnəmdən balaca olacaq. Ona görə Aynur nəyə bərabərdir? Şəbnəm çıx 3-ə. Çünki balaca düşər. Murad isə Aynurdan 2 yaş kiçikdir. Murad isə bərabərdir Aynur çıx 2. İndi Şəbnəmin yaşını verib 18. Şəbnəmin yaşını burada qoyuram yerinə. 18 çıx 3 bərabərdir 15 Aynurun yaşıdır. İndi burada yenə Aynurun yaşını qoyuram yerinə. 15 çıx 2 bərabərdir 13 Muradın yaşıdır. Bizdə isə Muradın yaşını soruşur. Muradın yaşı A variantı 13-dür. 35 ifadənin qiymətini hesablayın. Burada ən birinci vurma və bölmə əməli olur və hansı əvvəl gəlirsə onu eləyirik. 72-ni bölürük 2-yə. 3, 6, 36. Sonra 36-nı vururuq 6-ya. 3 dəfə. Aha. 36 vur 6-ya. 6, 3 yadda. 18, üstə 3, 21, 216. 36-nı 6-ya vuranda 216 eləyir. Bura. 216. İndi 34-ün də üstünə 216 gəlirəm. 0, 1 yadda 5, 250. Doğru cavab D variantıdır. Növbəti 36-cı sualımızla davam edirik. Düzbucaqlı koordinat sistemində kvadratın 3 təpə nöqtəsi təsvir edilmişdir. Kvadratın 4-cü təpə nöqtəsinin koordinatlarını tapın. İndi fərqli bir qələm rəngi seçeyim. 4-cü təpə nöqtəsi budur. İndi gəlin bu təpə nöqtəsinin koordinatlarını tapaq. Birinci aşağı gəlirəm 7, sonra sola gedirəm 8. Koordinatlar nədir? 7 və 8. Hansı variantdadır? C variantında. 37-ci sualımızla davam edirik. Eni 4 cm, uzunluğu 8 cm olan 3 eyni düzbucaqlı şəkildə göstərildiyi kimi düzülərək yeni bir düzbucaqlı əmələ gətirmişdir. Alınan yeni düzbucaqlının perimetrini tapın. Deməli, en 4-dür, uzunluq 8. Gəlin, en olan yerlərə 4 yazaq, uzunluq olan yerlərə 8 yazaq. Burada 4-dür, 8-dir və 4-dür. Burada da 8 və 4 göstərilib. İndi bunun perimetrini deyir, toplayırıq. Başlayaq buradan. 8, üstə gəl, 4, üstə gəl, 8, üstə gəl, 4, üstə gəl, 8, üstə gəl, 4, üstə gəl, 4. 8'in üstüne 4, 12. 12'nin üstüne 8, 20. 20'nin üstüne 4, 24. 24'ün üstüne 8, 32. 32'nin üstüne 4, 36. 36'nın üstüne 4, 40. Doğru cevap 40 santimetre. C variantı doğrudur. Növbəti 38-ci sualımızla davam edək. 38-ci sualımıza baxaq. 4 növ məhsul, planşet, telefon, kompüter və qulaqlıq satan A mağazasında bir həftə ərzində satılan məhsulların sayını göstərən diaqram verilmişdir. Bir həftə ərzində A mağazasında nə qədər məhsul satılıb? Deməli, telefon satılıb 12. Planşet satılıb 8. Kompüter satılıb 4. Və qulaqçıq satılıb 10. İndi bunların cəmin tapırıq. 12'nin üstünə 8, 20, 24, 34. Doğru cavab B variantıdır. Keçirik 39 və 40-cı suallarımıza. 39-cu sualımızda ümumi şərtdə belə deyir. İdman meydançasının oyun zonası uzunluğu 9 metr, eni 45 metr olan düz bucaqlı formasındadır. Oyun zonasının sahəsini tapın. Sahəni tapmaq üçün bilirsiniz ki, eni uzunluğuna vururuz. 45'i vuracaq 90'a. 5, 4 yadda. 36 və 40. 40 min 50 metr kvadratı. A variantı doğrudur. Növbəti 40-cı sualımıza baxaq. 40-cı sualda eyni şərtə aiddir və deyir ki, yarışdan əvvəl meydançanın oyun zonasının kənarları ağ boya ilə yenidən xətlənməlidir. Bir qab ağ boya ilə 50 metr uzunluğunda xətt çəkmək mümkündürsə, bütün oyun zonasının kənarlarını bir qat xətləmək üçün ən azı neçə qab boya alınmalıdır? Deməli, oyun meydançasının eni 45-dir. Uzunluğu isə 90-dır. Biz bunun hamısını rəngləməliyik deyə, xətləməliyik deyə perimetrini tapıram. Perimetrdə tapmaq üçün enirik 45, üstə gəl 90, vur 2, bərabərdir. 45'in üstüne 90, 135. Vururuq 2'ye, 270. İndi deyir ki, bir qabla 50 metri rəngləyə bilirəm, xətləyə bilirəm. Görə 270 metr xətləmək üçün bizə neçə qab lazımdır? 270'i bölürük 50'yə. 5 dəfə seçirik. 0, 25. Qalır 20. Deməli 5 qabla mən 250 metrini rəngləyərəm. Bura kimi. Buradan başlayaram, rəngləyə. Xətləyib gələrəm buraca. Qalır mənim 20 metrim rənglənməmiş. Mənə də deyir ki, tam rənglənsin, xətlənsin. Buna görə də əlavə mən bir qab da götürməliyəm ki, mən bu 20 metri də xətləyə bilim. Ona görə də mənə 6 qab boya lazımdır. İndi bunu da biz misal olaraq bu çərçivədə necə yaza bilərik? Birinci perimetri taparıq. P bərabərdir 45 üstə gəl 90 vur 2 bərabərdir 135 vur 2 bərabərdir 270. Sonra 270 böl 50 bərabərdir 5 qalır 20. Sonra isə aşağıdan yazaram 5 üstə gəl 1 bərabərdir 6 qab boya. Belə, əgər belə yazmısınızsa doğrudur.
41-ci sualımıza baxaq. Qaçış üzrə yarışda iştirak etmiş şagirdlərin qaçış müddətləri cədvəldə verilmişdir. Qaçış cədvələ əsasən hansı şagird yarışı birinci bitirdi? Gəlin hamısını çevirək dəqiqəyə. 4-də 1 saat tapmaq üçün 60-ı bölürəm 4-ə vururam 1-ə düşür 15. Bu elə də 15. Aha, buraya yazıram 15. Sonra 960 saniyəni çevirirəm dəqiqəyə. 9-da 6 bir dəfə. 36-da 6 dəfə. Bura olur 16 dəqiqə. Bu elə 18-dir. 3-də 1 saatı tapırıq. 60-ı bölürəm 3-ə. Vururam 1-ə düşür 20 dəqiqə. İndi deyir ki, hansı şagird birinci bitirib? Yəni ən az vaxt sərf edən şagird birinci bitirmiş olacaq. Bu isə kim olur? Musa. Doğru cavab D variantı. 42. 354.508 ədədinin rəqəmlərlə yazılışı hansı variantda doğru göstərilmişdir? Birinci ədədləri siniflərə ayırırıq. Burada 2 sinif var. Təhlik sinifi və milli sinifi. Hər birində 3 mərtəbə olmalıdır. Təhlik sinifində baxıram. Deyir ki, 354.000. Bura qədər olur milli sinifi. 354. 508. 508 də təhliyə olur. İndi baxırıq bu görək hansı variantdadır? 354.508 A variantında doğru cavabdır. 43-cü sualla davam edirik. 43-cü sualımızda davam edək. Şəms bütün şəkərbura və paxlavaları 6 qaba düzdü. Hər qabda 2 ədəd şəkərbura və 3 ədəd paxlava oldu. Şəms qablara ümumilikdə neçə ədəd şirniyyat düzdü? Deməli 6 qabı var. Hər qabda 2 ədəd şəkərbura 2, paxlava 3. 2, 3, 2, 3, 2, 3, 2, 3 və 2, 3. İndi deyir ki, cəmi neçə şirniyyat olur? 6 dənə 2 var, 6-nı vururam 2-yə. Və 6 dənə də 3 var. 6-nı da vururam 3-ə. Və bunları toplayıram, cəm deyir. Ümumilikdə deyir. 6-nı 2-yə vuranda 12 eləyir, 6-nı 3-ə vuranda 18 eləyir və bunların ümumilikdə sayını tapanda 20-30 şirniyyat olacaq. Doğru cavab C variantı. 44-cü sualımızla davam edirik. Bölmə əməl verilib. Verilmiş bölmə əməlində A və B-nin yerinə hansı rəqəm yazılmalıdır? Baxırıq birinci. Görürsünüz burada 90-ı ayırıb. Bu 90-ı 18-ə bölür. 90-ı 18-ə böləndə də 5 düşür. 5 18-ə vuranda 90 eləyir. Sonra 37. 37-dən hansı ədədi çıxıbsa 18-ə böləndə 2 qalır. Və yaxud da belə tapa bilərsiniz. 37-dən nəyə çıxanda 1 qalır? 36-nı. Burada 2-ni də 18-ə vuranda həqiqətən 36 alınırmı? Bəli. Deməli A 5 olacaq. B isə 6 olacaq. O da hansı variantdadır? B variantında. 45-ci sualımızla davam edirik. Kənan cibri çöplərindən fiqurlar düzəldir. Onun müəyyən qaydaya əsasən düzəltdiyi ilk 3 fiqur şəkildə göstərilmişdir. Bu qaydaya uyğun olaraq 6-cı fiquru düzəltmək üçün Kənana neçə kibrit çöpü lazımdır? Birinciyə neçəsini istifadə edib? 4-ünü. İkinciyə 1, 2, 3, 4, 5, 6, 7, 7-sini. Üçüncüdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-unu. Baxın, neçə artır? 3, 3. İndi 4-cüyə olacaq 13, 5-ciyə olacaq 16 və 6-cıya olacaq 19 kibrit çöpü. Doğru cavab D variantı. 46-cı suala baxırıq. Mağazada indirim var. Hər məhsul üçün etiketdə gördüyünüz qiymətlərin 4də 1 qədər ödəniş edilir. Samir mağazadan aşağıdakı cədvəldə verilənləri bəyənir. Samirin 100 manat pulu varsa, bəyəndiyi məhsulların hərəsindən bir ədəd aldıqdan sonra nə qədər pulu artıq qalır? Deməli, burada görülənlərin 4də 1-ni ödəməlidir. Bunun üçün də 4-ə bölürəm, 1-ə vururam, düşür 12. Bunu da 4-ə bölüb 1-ə vuranda düşür 11. 12-nin üstünə 11-i gəlirəm, 23. 100-dən də çıxıram 23-ü. 7 və 7. 77 manat satıcı Samirə pul qaytaracaq. B variantı. 47-ci sualımızla davam edirik. Nurlan 7 sayda kubu bir sıraya düzüb kuboid düzəltdi və kuboidin bütün üzlərini boyadı. Nurlan kubları yenidən ayırsa, kubların ümumilikdə neçə üzü boyanmamış olar? Baxın uşaqlar, burada bu kubun bir üzü ilə bu kubun birləşən üzü boyanmayıb. Deməli, ikisi burada boyanmayıb. İkisi burada, ikisi burada, ikisi burada, ikisi burada və ikisi burada. 1, 2, 3, 4, 5, 6, 12 üz boyanmamış qalır, boyanmamış. İndi bizdən boyanmışı soruşur. Deyir ki, 7 kub var. Bir kubun da 6 üzü var. Ümumilikdə 7 bölü 6 bərabərdə 42 üz var. 42-nin də 12-si boyanmamışdı. Yerdə qalır 30 üzü də boyanmış olacaq. Doğru cavab A variantı. 48-ci sualımızla davam edək. 48-də deyir ki, bir velosipedçi 3 saata 36 km yol qət etdi. Sürəti bu velosipedçinin sürətindən 6 dəfə böyük olan motosikletçi 4 saata nə qədər yol gedər? 3 bucaq qaydasını tətbiq edək. Sürət məsələlərində ən rahat yol 3 bucaq qaydasıdır. 2 3 bucaq çəkirik. Biri olacaq velosipedçi üçün, biri olacaq motosikletçi üçün. İndi velosipedçi bura dedi ki, yoldur, bura zamandır, bura sürətdir. 36-nı yazıram yola, zamana yazıram 3 və sürəti tapıram. Sürəti tapmaq üçün aşağını tapanda bölürdük. 3-ü 3-ə bölürük. 1, 6-nı 3-ə bölürəm 2. Deməli, velosipedçinin sürəti 12 km/saatdır. İndi deyir ki, velosipedçinin sürətindən 6 dəfə böyük. 6 dəfə böyük deyirsə vururam. 12-ni vururam. 6-ya düşür 2, 1 yadda 72. Bunun sürətinə yazıram 72. Zamanı da verib 4 saat. 4 yazıram zamanı və deyir ki, nə qədər yol gedər? Yolu tapırıq. Yolu da tapmaq üçün zamanı sürətə vururam. 4-ü vururam 72-yə. Bərabərdir. 4 dəfə 2, 8. 4 dəfə 7, 28. 288 kilometr. Doğru cavab D variantı. 49-cu sualımızla davam edirik. Bir ədədi 3 dəfə artırıb üzərinə 5 əlavə etdikdə 20 alınır. Həmin ədəd neçədir? Gəlin bunu belə eləyək. Bu ədəddir. 3 dəfə artırırıq, vururuq 3-ə. Yeni bir ədəd alırıq. Həmin ədədin üzərinə 5 əlavə edirik və 20 alırıq. İndi bizdən soruşur ki, burada ədədin hansıdır? Biz sondan əvvələ doğru gedəcəyik. Sondan əvvələ doğru gedəndə işarələri dəyişirik. Üstə gəldisə çıxırıq, vurdusa bölürük, böldüsə vururuq, çıxsa üstə gəlik və s. 20 burada üstə gəldi deyə 20-dən çıxıram 5. Qalır 15. Burada vur 3-dür deyə 15-i böləcəm 3-ə, qalacaq 5. Buradakı ədəd 5 olmalı. Gəlin yoxlayaq. 5 dəfə 3 15. 15-in üstə 5 20. Bəli, doğrudur. Doğru cavab B variantıdır. 50. Aşağıdakı kəsirlərdən biri digər üçünə bərabər deyil. Bu hansı kəsirdir? Gəlin hamısını sadələşdirək. Bunu sadələşdirsək qalacaq 10-da 3. Bunu çevirirəm olur 100-də 3. Bunu elə 10-da 3 qaldı.
Bu qalsın. Bunu da açıram, adi kəsrə çevirirəm, olur 10-da 3. Bu da 10-da 3'dür, bu da 10-da 3'dür, bu da 10-da 3'dür. Sadəcə B-də 100-də 3'dür. 51. Verilen figuru düzbucaqlı paralelepipede kuboide tamamlamaq üçün neçə vahid kub lazımdır? Tapaq 1, 2, 3, 4, 4 burada, 1, 2, 3, 4, 5, 5 burada, 1, 2, 3, 3 burada. Həcmini tapıram birinci V bərabərdir 4 vur 5 vur 3 bərabərdir 60 kub. İndi burada neçəsi var? 4'dür, 5'dir. 4 vur 5 üstə gəl 1, 2. 4 vur 5 üstə gəl 2 o da bərabərdir 22. İndi çatmayanı tapmaq üçün 60'a tamamlamaq üçün, daha doğrusu 60'a tamamlamaq üçün çatmayan kubu tapmaq üçün 60'dan 22'ni çıxacağam. Ondan 2 8, 5'dən də 2 3. 38 C variantı doğrudur. 52-ci sualla davam edirik. Cədvəldə bir həftə ərzində geyim mağazasında satılan köynəklərin sayı verilmişdir. Bu məlumatı Samir xətti diaqramda, Aynur isə sütunlu diaqramda təsvir etdi. Onların hansı bu məlumatı düzgün təsvir etmişdir? Baxaq. Bazar ertəsi 5 doğrudur. Çərşənbə axşamı 4 doğrudur. Çərşənbə 4 doğrudur. Cümə axşamı 7 doğrudur. Cümədə 5 artıq burada yanlış eləyib. Daha doğrusu bu yanlış eləyib. Şənbədə 8 doğrudur və bazarda 7 doğrudur. Sadəcə cümədə yanlışa yol verir. Keçsək Aynurun yazdığına baxırıq. Bazar ertəsi 5 doğrudur. Çərşənbə axşamı və çərşənbə 4 doğrudur. Cümə axşamı 6 yanlışdır, 7 olmalıdır. Cümədə 7 yanlışdır, 6 olmalıdır. Şənbədə 8 doğrudur. Bazarda isə 7 5-dir, 7 olmalıdır. Bu da yanlışdır. Deməli, doğru edən kimdir? Heç biri. C variantı. 53-cü suala baxaq. Eni 12, uzunluğu 20 metr olan düzbucaqlı şəklində torpaq sahəsinin kənarlarında hasar çəkilməlidir. Sahənin en tərəfindən biri qonşu sahə ilə ortaq olduğuna görə həmin tərəfdə artıq hasar mövcuddur. Qalan üst tərəflərdən birinə isə 4 metr uzunluğunda dəmir darvaza qoyulmalıdır. Cəmi neçə metr uzunluğunda hasar çəkilməlidir? Deməli, bura 20-dirsə, bura da 20-dir. Baxın, bu hissə də 20-dir. Bura çəkməyəcək, qonşu ilə ortaqdır. Bura 12-dir. Bunun 4-ü dəmir darvazadır. Ona görə 12-dən də çıxıram 4-ü, qalır 8-i. 8 metrinə çəkiləcək. İndi tapıram 20-yi, üstə gəl 20, üstə gəl 8. 20, üstə 20, üstə 8. Eləyir 48. Deməli, 48 metrinə darvaza, daha doğrusu hasar çəkiləcək. B variantı doğrudur. 54-cü suala baxaq. Xətti diaqramda mağazanın 5 gün ərzində satışdan əldə etdiyi gəlir təsvir olunmuşdur. Mağazanın 4-cü gün əldə etdiyi gəlir, 1-ci gün əldə etdiyi gəlirdən nə qədər çoxdur? Baxaq, 4-cü gün nə qədər gəlir əldə edib, bu gəlir düşür. Bura 900-dür, bura 1000-dir, burada olacaq 1100. 1100 və 1-ci gün nə qədər gəlirdə 600. Çıx 600 bərabərdir 500. 500 manat çox gəlir əldə edib. C variantı. 55-ci sualımıza baxaq. 60 uşaq arasında hansı meyvəni daha çox sevirsən sualı ilə sorğu keçirilib. Sorğunun nəticəsi dairəvi diaqramda təsvir olunmuşdur. Aşağıdakılardan hansı bu nəticəyə uyğun sütunlu diaqram ola bilər? Bir dəqiqə mən bunu balacalaşdırım nisbətən ki, daha aydın sizə göstərə bilim. Baxın uşaqlar, şaftalı və gilas bərabərdir. Ən böyücü banandır. Gəlin görək ən böyük banan hansındadır? Ən hündür. A-dadır. Sonra burada ən hündür almadır, bunu çıxardıram. Burada da ən hündür almadır çıxardıram. Bir də D-dədir banan. İndi baxıram, gilas və şaftalı eyni ölçüdədir. Görüm gilas və şaftalı hansında bərabərdir? A-da yoxsa D-də? A-da gilas və şaftalı, gilas şaftalı bərabər deyil. Amma D-də gilas və şaftalı bərabərdir. Deməli mənə lazım olan doğru cavab D olacaq. A-da yanlış oldu. Yəni belə araşdırıb axtarıb tapmaq lazımdır. Bir-bir hamısına diqqət etmək lazımdır ki, nə necə təsvir olunur. Və növbəti sualımızla davam edirik. 56 və 57-ci suallarımıza baxaq. Meşədə ümumilikdə 846 ədəd ağac əkiləcək. Bunlardan 550 ədədi söyüd, qalanı isə palıqdır. Əkiləcək palıd ağaclarının sayı söyüd ağaclarının sayından nə qədər azdır? Deməli 846-dır. Bundan 550-si söyüddür, söyüd. Qalanı palıqdır. Palıdı tapıram. 6, 9 və 2, 296. Palıd 296, söyüd 550. İndi bizdən soruşur ki, palıd ağacının sayı söyüd ağacının sayından nə qədər azdır? Yəni bu 296 550-dən nə qədər azdır? 550-dən də çıxıram 296-nı. Ondan 6, 4, 14-dən 9, 5 və burada da 4-dən 2, 2, 254. Doğru cavab B variantı. İndi digər sualımıza baxaq. Bir ədəd söyüd ağacı havaya ildə təxminən 50 kg, bir ədəd palıd ağacı isə havaya ildə təxminən 100 kg oksigen buraxır. Əkiləcək hansı növ ağaclar ümumilikdə bir ildə havaya daha çox oksigen buraxacaq? Deməli başlayaq söyüddən. 550 söyüd var və biri 50 kg buraxırsa 550-ni vururam 50-yə. Bərabərdir 0, 0, 5, 2 yadda 25, 27. İndi digərinə baxaq. 296 palıd var və biri də 100 kg oksigen buraxır. Bura kilogram yazın. Vururuq 100-ə. Olur 296 0, 0. 2900, 29600 kg. İndi deyir ki, daha çox oksigen buraxan hansıdır? Bu oldu söyüd, bu oldu palıd. İndi baxın müqayisə eləyin. 29600 ilə 27500-ü müqayisə eləsək, hansı böyükdür? 29600 deməli, palıd daha çox oksigen buraxacaq. Palıd. Doğru cavab palıd olacaq. Keçirik 58-ci sualımızla davam edirik. Transporterin qeyd olunmuş bucağının dərəcə ölçüsü hansıdır? Maksimum yaxınlaşdırım ki, biz onu tam aydın tapa bilək. Baxın, bura 140-dır, bura 120-dir. 140 ilə 120-nin düz ortası. Daha doğrusu 120 yox, üzr istəyirəm, 130-dur. 120 var, 110, 120, 130, 130 ilə 140-ın ortasında 135. Transporterin göstəricisi olacaq 135. 2-yə oxşadı, onun üçün saçdım. 140 və 130-un tən ortası. Baxın, burada verilib. Burada da görürsünüz, bu uzun xətt. İkisinin ortasındakı uzun xətt tən ortanı göstərir. Bu da eləyir 135. Burada 135 olacaq. Deməli, transporterin ölçüsü oldu 135. 59-cu sualımıza baxaq. Seymur eyni şokoladdan 3 ədəd aldı.
O bu şokoladlar üçün kassaya 2 ədəd 5 manatlıq verdi. Kassir ona 1 ədəd qaytardı. 2 ədəd 5 manatlıq 5 eləyir 10. Bir dəqiqə. Digər tərəfdə yazım ki, bura cavabı yaza bilək. 5 üstə 5 elədi 10 manat. Ondan 1 manat qaytarır. 10 çıx 1 eləyir 9 manat. İndi neçə ədəd şokolad alıb? 3 ədəd eyni qiymətə, eyni şokolad alıb. Ona görə də 9-u bölürük 3-ə, düşür 3 manat. Şokoladın bir şokolad neçə manatdır? 3 manat. 60. Ayanın əlində 10 ədəd aşıq var. O bütün aşıqlardan istifadə edərək abaq üzərində rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədəd düzəltdi. Ayan abaq üzərində hansı ədəd düzəltdi? Deməli, nə olmalıdır? Qaydalar nədir? Qaydalar odur ki, 10 aşığı var. 10. Ən böyük 4 rəqəmli olsun. Müxtəlif rəqəmli olsun. Bunlardır şərtlər. İndi baxırıq. Hamısında cəmi 10 eləyəcək də 10 dənə aşıq var. Ən böyük 4 rəqəmli dediyi üçün ən böyük rəqəmdən başlayıram. 9, 1, 0, 0. Bu ola bilərmi? Xeyr. Çünki müxtəlif olmadı. Çıxartdıq artıq bunu. Bu çıxdı. Sonra 8, 2, 0, 0. Bu ola bilərmi? Xeyr. Eynidir. Bu da çıxır. 8, 1, 1, 0. Bu ola bilərmi? Xeyr. Bu da eynidir. Çıxır. Yuxarıdan aşağı düşürük. 7, 2, 1, 0. Hamısı 10 alındı mı? Bəli. Bu ola bilərmi? Bəli. Çünki ən böyükdür. İndi deməli Ayanın axtardığı, düzəltdiyi ədəd 7210 olacaq. Bu qədər uşaqlar, kanala abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.